Noyabrın 9-da xalqımız dövlət bayrağı gününü qeyd etdi. Biz bir daha müstəqilliyimizin simvolu olan üç rəngli bayrağımız ətrafında birləşdik. Çünki dövlət bayrağına hörmət və ehtiram hər bir Azərbaycanlının milli fəxarətidir. O, bütün dünya Azərbaycanlılarının şərəf və ləyaqətinin, milli birliyinin, parlaq qələbəmizin, zəfərimizin rəmzidir. Azərbaycan bayrağı hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcək milli dəyərimizdir. Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə bayrağımız zəfər simvolu qürur mənbəyimizdir şüarı altında keçirilən velo yürüyüş də 9 noyabr dövlət bayrağı gününə həsr olunmuşdu. 300-dən artıq peşəkar və həvəskar velosipedçi, o cümlədən para velosipedçilər dənizkənarı bulvar ərazisindəki velosiped yolları ilə Zəfər Parkına doğru hərəkət ediblər. Yürüyüşün keçirilməsində əsas məqsəd Azərbaycanın dövlət bayrağının əhəmiyyətini bir daha vurğulamaq, zəfər ruhunu, milli qüruru, Azərbaycan xalqının gücünü və birliyini nümayiş etdirməkdir. Dövlət bayrağı meydanındakı üç rəngli bayrağımız Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə ucaldılıb. Bayraq sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Ulu öndər Heydər Əliyev belə deyirdi. O, Azərbaycan bayrağını millətimizin müstəqillik nişanəsi, xalqımızın milli kimliyinin simvolu, mənəvi siyasi pasportu, dünyaya vizit vərəqi kimi sevirdi. Ulu öndərin əzlədiyi bayraq bugün ən şərəfli tarixini yaşayır. Üç rəngli bayrağımız 30 illik işğaldan sonra indi Qarabağın səmasını bəzəyir. Şuşada, Xankəndidə, Şərqi Zəngəzurda Azərbaycan bayrağının dalğalanması müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün ən qürurverici hadisəsidir. İllərlə niskinli yaşadığımız həqiqətin təntənəsi, öz haqlı davasından bir addımla geri çəkilməyən xalqın qələbə, zəfər arzusunun ən gözəl, ən rəngli ifadəsidir. Dövlət bayrağı meydanından start götürən velo yürüyüşdə Gənclər və İdman Naziri Fərid Qayıbov da öz velosipedi ilə iştirak edib. Bu günlərim Gədəbəy komandasından 2 məşqçi və bir idmançı ilə bu günlərim 9 noyabr bayraq günü münasibəti ilə bu tədbirdə, möhtəşəm tədbirdə iştirak edirik. Bu günlərim Gədəbəydə artıq idman bazası qurulub, velosiped idmanının bir aylıq təlim məşq toplantısı keçirilib və bu da Gədəbəydə velosiped idmanına marağı daha da yüksəldib. Valideynlər tərəfindən müraciət var, bir çox müraciətlər artıq biz qeydiyyatdan keçirmişik. Hal-hazırda 50-yə yaxın idmançılarımız məşğul olur. 2 məşqçimiz bunlarla təlim məşq toplantıları keçirdirlər. Gədəbəydə artıq Velosiped İdman Federasiyası tərəfindən velosipedçilərimiz üçün velosipedlər hədiyyə olunub, onların müəyyən geyimləri təmin olunub. Bu da idmançılarımız arasında daha da marağı yüksəldir. Salamlayıram sizləri. Mən birinci qrup Qarabağ Əliyev Bəhlov, Əliyev Hesabetçiləri Dəstək İctimai Birliyinin sədr müavini, Əliyev Hesabetçiləri İdman Qrupunun idmançısı. Mən də xalqımı təbrik edirəm. Həm zəfər günüdür, həm zəfər günümüzü qeyd etdik. Bugün bayraq günümüzdür. Hər kəs bütün Azərbaycan Respublikasını təbrik edirəm. Biz bayrağımız naminə yarımızı verdik, canımız da fəda olsun. Əlimizdən gələni edirik. İnşallah ki, bayrağımızı şəhid qardaşlarımız uzatdılar Qarabağda. İnşallah ki, biz də dünyada və Avropada uzatmaq istəyirik inşallah. Mən Gədəbəy rayonundan gəlmişəm. Gədəbəy rayon uşaq, gənclər, idman, şahmat məktəbini təmsil edirəm. Burada bizə velosiped açılıb, velosipeddə bizə velosiped də verilir, kaska da verilir. Mən çox istəyərdim ki,
Bu da adi uşaqlar da gəlsin. Ondan sonra mən yarışlara gedib orada yer tutum, orada daha çox çalışım, məşqlərimə davam etdirim. Əlimdən gələn ən yaxşısını eləyim və bayrağımızı yüksəkliklər qaldıracaq. Hamid Həsənquliyev, Azərbaycan Əlil Velosipedçilər Dəstək İctimai Birliyinin sədri, eyni zamanda Paravelosiped idmanı üzrə baş məşqçi kimi fəaliyyət göstərəm və təbii ki, bizim üçün qürurdur belə bir gözəl velo yürüyüşdə iştirak eləmək. Biz də Əlil Velosipedçilər komandası olaraq iştirak edirik. Qazilərdən və əlilliyi olan dostlarımızdan ibarət. Bayrağımız zəfər simvolu, qürur mənbəyimizdir. Bəli, bayrağımız bizim qürur mənbəyimizdir. Bayraq uğrunda canını fəda verən şəhidlərimizə Allah rəhmət eləsin. Bəli, 44 günlük müharibədən sonra böyük bir zəfər qazandıq, böyük bir qələbə qazandıq və bu qələbə sevincini bizə bəxş edən dövlətimizin başçısına, şəhidlərimizə, qazilərimizə, belə deyək, minnətdarlığımızı bildiririk. Həqiqətən də Allah rəhmət eləsin şəhidlərimizə, qazilərimizə can sağlığı arzulayırıq. Bayrağa məhəbbət vətənə məhəbbətdir. Bayrağı sevmək dövlətin təəssübünü çəkmək deməkdir. 44 günlük vətən müharibəsi dövründə Qarabağda tarix yazan Azərbaycan əsgəri bunun ən gözəl örnəklərini yaratdı. O, vətənin suverenliyini və ərazi bütövlüyünü qoruyarkən 3 rəngli bayrağı köksündə daşıdı. Bütün dünya heyrət içində idi. Əskərimiz əlində silah, sinəsində bayraq daşıyırdı. O, bayrağı Qarabağda dalğalandırmaq kimi ali missiyanı qeyrətlə yerinə yetirirdi. Xalqın şərəfini qoruyurdu. İndi 3 rəngli bayrağımız müstəqil, suveren, ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın başı üzərində şərəflə dalğalanır. Çünki 3 rəngli bayrağımız düşmənin köks ötürdüyü, dostların sevindiyi, güclü iqtisadi potensialı, müstəqil xarici siyasəti, qüdrətli ordusu olan bir dövlətin bayrağıdır. Velo yürüyüşün iştirakçıları olan bayraq sevdalılarımız da sübut edirlər ki, başlarının üzərinə qaldırdıqları, qürurla daşıdıqları bu bayraq xalqımızın azadlıq ideallarının, milli varlığının təcəssümüdür. O, dünya Azərbaycanlılarının birliyinin simvolu, şəriksiz dövlət rəmzidir. ...1918-ci il noyabrın 9-da Azərbaycanın yeni 3 rəngli, mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və 8 güşəli ulduz təsvirli olan milli bayrağı təsdiq edildi. Bu bayraq ilk dəfə 1918-ci il dekabrın 7-sində Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin binası üzərində dalğalandı. 1919-cu ildə Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransına da 3 rəngli bayrağımızla qatıldı. 70 illik Sovet əsarəti bayrağımızı unuttura bilmədi. 3 rəngin sehri millətin yaddaşından əsla silinmədi. Xalq bayrağını qoynunda, onun fəlsəfəsini isə yaddaşında qorudu. 1990-cı il noyabrın 17-sində Ulu Öndər Heydər Əliyev ilk dəfə 3 rəngli bayrağımızı Naxçıvanda qaldırdı. Bu hadisədən təxminən 3 ay sonra 1991-ci il fevralın 15-də Azərbaycan Ali Sovet İctimaiyyətinin tələbi ilə dövlət bayrağı haqqında qanun qəbul edərək 3 rəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul etdi. Bununla da bayrağımızın taleyində böyük tarixi mərhələ başladı. Ölkəmiz yenidən müstəqil olmuşdu və 3 rəngli bayrağımız suverenliyin əsas atributuna çevrilmişdi. İndi qalırdı onun fəlsəfəsini gələcək nəsillərə aşılamaq. Bu missiyanı da Ulu Öndər Heydər Əliyev müdrikliklə yerinə yetirdi. 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəni xilas etmək üçün Bakıya gələndə xalq öz öndərini onun ikinci dəfə həyat verdiyi 3 rəngli bayrağımızla qarşıladı. Oktyabr ayında isə prezident seçilən ümumilli lider milli bayrağı öpərək vətəndaşlarımıza əmin etdi ki, Azərbaycanın müstəqilliyi və suverenliyi dönməzdir, əbədidir və sarsılmazdır. Velo yürüyüşdəki bayraq təntənəsi, insanların bayraq sevinci, 3 rəngli bayrağa olan məhəbbət, eyni zamanda vətənə, xalqa və dövlətə olan məhəbbətin timsalıdır. Bayrağa olan sevgi Azərbaycan dövlətçiliyinə olan münasibəti özündə əks etdirir. Ona ehtiram, ona hörmət hər bir sivil vətəndaşın borcudur.
Prezident İlham Əliyev 2009-cu ildə bayrağın xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətini nəzərə alaraq noyabrın 9-unu Azərbaycanda dövlət bayrağı günü elan etdi. Bu qərar göstərdi ki, Azərbaycanın dövlət rəmzlərinə hörmət və ehtiram Prezident İlham Əliyevin fəaliyyətində də prioritet istiqamətdir. Bayraq gününün qeyd edilməsi hər bir vətəndaşda, xüsusilə gənclərdə Azərbaycançılıq, vətənpərvərlik hisslərini daha da möhkəmləndirirdi. Bugün üç rəngli bayrağımız azadlıq və istiqlal ideallarının, mübarizlik əzminin, milli birliyimizin təcəssümüdür. O yeganə dəyərdir ki, qarşısında Azərbaycan Respublikasının prezidenti diz çökür. Onun dayandığı yer Azərbaycan dövlətinin olduğu məkandır. Harda bayrağımız varsa, orada Azərbaycan xalqı, dövləti və prezidenti var. Azərbaycan prezidentinin xaricə etdiyi bütün səfərlərdə üç rəngli bayrağımız hər zaman onun yanındadır. Üç rəngli bayrağımız müxtəlif mədəniyyət tədbirlərində və idman yarışlarına qaldırılaraq milli birliyimizi təcəssüm etdirir. Bütün soydaşlarımızın qəlbini qürur hissi ilə doldurur. Bugün ölkəmizdə və dünyada üç rəngli bayrağımızın 10 milyondan çox bayraqdarı var. Hələ 2010-cu ildə Prezident İlham Əliyev dövlət bayrağı meydanının açılışında demişdi ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. Düz 10 il sonra o gün gəldi. Bayraq qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan ordumuz tarix yazdı. Əsgər və zabitlərimiz aslan kimi vuruşdu. Biz qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazandı. Biz Qarabağa qalib kimi gəldik. Azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını qaldırdı. Cənab Ali Başkomandan, biz söz veririk ki, bütün işğal olunmuş torpaqlarımızda üç rəngli bayrağımız dalğalanır. Füzuli şəhərində Azərbaycanın üç rəngli bayrağı qaldırıldı. Müdafiənin körpüsü və ərazisi işğaldan azad edilmişdir. Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Muğabı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Cənab Ali Başkomandan, sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. Müharibədə vətəni varlığı qədər sevənlər qalib gəlir. Ali Baş Komandanın bir sözü ilə qeyrətli oğullarımız gözlərini belə qırpmadan vətən uğrunda, bayraq uğrunda şəhadətə getdilər. Çünki Qarabağ bizim üçün həm də qeyrət məsələsi idi. Azərbaycan ordusu Qarabağı düşməndən təmizləməklə xalqımızın itirilmiş ləyaqətini özünə qaytardı. Onun qamətini düzəltdi. Bu, Ali Baş Komandanın bir sözü ilə canlarını vətən üçün fəda edən, təpədən dırnağa vətən üçün doğulan şəhidlərimizin qələbəsidir. Bayrağımız zirvələrdə dalğalansın deyə son nəfəsinə qədər döyüşən igidlərin qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad ediblər və uzun fasilədən sonra Şuşada Azərbaycan bayrağı qaldırılıb müjdəsini verdi. Bu xəbər bütün Azərbaycanı ayağa qaldırdı. Çünki silah sursatı pulla almaq olur. Amma insanlarda milli ruhu yaratmaq elə də asan məsələ deyil. Prezident xalqımıza Qarabağın, Şuşanın azadlığını milli ruh kimi aşıladı. İndi azad edilmiş torpaqlarda şərəflə dalğalanan üç rəngli bayrağımız xalqımızın mübarizliyini, vətən torpaq təəssübünü hamıya şərəflə diktə edir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda bütün idman növlərinə olan diqqət velosiped idmanına da yan keçməyib və dövlət başçısı bu sahəni də daim diqqət mərkəzində saxlayır. Şadam ki, velosiped idman növü də Azərbaycanda uğurla inkişaf edir. Sizin dəstəyiniz şərait yaradılıbdır, veloparklar yaranır.
Zəfər Parkı Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən Azərbaycan xalqının vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradılıb. Zəfər Parkının açılışı 2024-cü il noyabrın 8-də, Zəfər Muzeyinin açılışı isə bu il noyabrın 8-də olub. Kifayət qədər möhtəşəm bir tədbir alındı. Mənə bayraq meydanında start yerində məlumat verdilər ki, starta çıxana yaxın 320 nəfər qeydiyyatdan keçmişdi, amma bulvar ərazisindən keçəndə yenə qoşulanlar oldu və bu kifayət qədər böyük bir marağın olduğunu göstərir bu yürüyüşə. Yürüyüşdən məqsəd nədən ibarət idi? Birinci, bu yürüyüş iki böyük bayramın birləşdiyi bir nöqtədə, bir zamanda deməli keçirildi. Dünən biz böyük təntənə ilə Zəfər bayramını qeyd elədik. Paradı izlədiyiniz hər biriniz biz də izlədik. Çox möhtəşəm bir parad idi və bu gün də bayraq günüdür. Yəni bizim də devizimiz o idi ki, bayrağımız zəfər simvoludur və qürur mənbəyimizdir. Yəni bu zəfərin qazanılmasında əməyi olanlar, canını qurban vermiş şəhidlərimiz, Allah onların hamısına rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hamının bayrağı özünə əzizdir, amma bizim bayrağımız iki qat əzizdir. Çünki biz bu bayraqla zəfər qazanmışıq, işğaldan azad olmuş ərazilərimizdə əldə olunmuş, geri qaytarılmış hər bir yüksəkliyə, hər bir dağıdılmış olsa da binaya məhz bu bayraq asılıbdır, zəfər bayrağıdır. Bizdə bilirsiniz, Bakıda 40 kilometrdən çox yollar çəkilib, velosiped yolları və biz bu tədbiri əlbəttə Neftçilər prospektindən də keçməklə keçirdə bilərdik, başqa yerdən də. Biz bunu məhz bulvar ərazisindəki velosiped yolları üzrə keçirdik, təşkil etdik ki, insanların diqqətini cəlb eləyək, qoy onlar velosiped yollarından, velosiped zolaqlarından geniş istifadə eləsinlər və insanlarımız da çox təhlükəsiz, rahat bir şəkildə bu yollarda velosipedlərini sürsünlər. Bizim əsas məqsədlərimiz bundan ibarət idi. Biz bir xalq olaraq öz haqlı davamız uğrunda düşmənlə ölüm-qalım savaşına çıxdıq. Qəhrəman övladlarımız elə bir tarix yazdı ki, illər, əsrlər keçəcək, bu zəfər heç vaxt unudulmayacaq. Deyə bilərəm ki, tarixlə məşğul olan bir insan kimi biz doğrudan da tarixi dövrü yaşayan bir nəsilik və bu velo yürüyüşün bizim qələbə günümüzə, bayraq günümüzə həsr olunması həmin tədbirin qiymətini 1-5 artırır. Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birlikdə idman, gənclər siyasəti və ictimai təşəbbüsləri dəstəkləyən bir çox uğurlu layihələr həyata keçirmişik. Bugün bayrağımız zəfər simvolu, qürur mənbəyimizi şüarı ilə keçirilən velo yürüyüşdə sağlam həyat tərzinin təşviqi ilə yanaşı vətəndaşlarımız, xüsusilə gənclərimiz arasında dövlətə, vətənə və bayrağa sevgi və hörmət hissinin güclənməsi baxımından böyük önəm kəsb edir. Qeyd etmək istərdik ki, velo yürüyüşün təşkilinə Regional İnkişaf İctimai Birliyinin 200-dən artıq könüllüsü dəstək göstərir. Bugün Velosiped İdmanı Federasiyanın təşkil etdiyi dövlət bayrağı günə həsr olunmuş, velo yürüyüşə də biz də qatılmışıq. Moto idmançılar və moto sürənlər. Deməli, birlikdə Zəfər Parkına gül dəstələri apararaq şəhidlərimizin xatirəsini ehtiramla yad etdik. Qoy bizim bayrağımız daimi ucalarda dalğalansın, yaşasın Azərbaycan. Bugün də bayraq günümüzdür. Bayrağımızın şərəfinə biz bayraq meydanından Zəfər tağına kimi yürüyüş elədik və sayılı iştirakımıza görə medalla tərtib olunduq. Bütün xalqımızı bu şanlı zəfər, şanlı bayraq günü münasibətilə təbrik edirik. Vətən müharibəsinin gedişində biz həm də Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi millət quruculuğunun bəhrəsini gördük. O, bizi bir daha inandırdı ki, Azərbaycan xalqının müstəqilliyi əbədidir. Çünki bu müstəqilliyin qarantı olan qalib ordunun gücü onun öz xalqına və dövlətinə səlaqətində, vətən sevgisində qərarlaşıb.
Ürəklərimizdəki vətən məhəbbətini əbədi qoruyaq. Qoruyaq ki, şəhidlərimizin uğrunda can verdiyi vətənin xoşbəxtliyi əbədi olsun. Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi, zəfərimizin simvolu, qürur mənbəyimiz olan 3 rəngli bayrağımız hər zaman ucalarda dalğalansın.